Tofiq Yaqublu artıq su belə içə bilmir. Bu barədə onun qızı Nigar Həzi xəbər verib. Elə indicə ata ilə danışdım. Səsi yorğun və halsız gəlirdi. Bu gün üçün çəkisi 88 kilo 600 qram, təzyiqi 120-80-ə. Saturasiya normal və ürək döyüntüsü isə artıq 102-dir. Gün ərzində 1 litrdən daha su içir. Öt kisəsi olmadığı üçün ağzında kəskin dad əmələ gəldiyindən su içə bilmir. Bu isə aclıq edən birinin həyatı üçün çox risklidir. Vəziyyət get-gedə daha da kritikləşir. Qeyd edim ki, bugün artıq 8 gündür ki, Tofiq Yaqublu aclıq edir. Artıq 7 kilo çəki itirib. Bu vəziyyət belə davam etsə, geri dönməz halların baş verməsi an məsələsi olacaq. Tofiq Yaqublu gözümüzün önündə ölümə gedir. Onu ölümdən yalnız Azərbaycan xalqı xilas edə bilər. Bunun üçün cəmiyyət iradəsini göstərməli və Tofiq Yaqublunu azad ed tələbi ilə mövqeyini bildirməlidir. Nigar Həzi bildirir ki, Tofiq Yaqublunun başına gələcək hər şeyə görə məsuliyyəti İlham Əliyev və onun hakimiyyəti daşıyır.